Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Dünyada en büyük saadetlerden birisi Muhammed Mustafa'ya yar olmaktır. Hz. Muhammed Mustafa aleyhissalatu vesselama yoldaş olmaktır. Onun sevgisinde gərq olmaktır. Onu bütün varlığınla hissetmektir ve nihayet adın kim olursa olsun, milliyeti ne olursa olsun, nihayette özün qəlbində, mənəviyyatında Muhammed Mustafa aleyhissalatu vesselam kimi olmaq dünyanın en büyük saadetidir. Bir insan düşünün ki Allahu Teala özü Elhamdülillah Rabbil Alemin demekle özünü alemlerin Rabbi olarak ilan edibdir. Ve ma ersalnake illa rahmeten lil alemin demekle onu alemlere rahmet olarak gönderdiğini bildirmiştir. Necə ki Mi'racda heç bir insana, heç bir bəşərə, heç bir peyğəmbərə müəssər olmayan böyük bir devlət Allahu Teala ile söhbət etmək, Mi'racda Allahu Teala'nı görmək, Allahu Teala'nın ona Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullah ve berekatuh deməklə xitab etməsi və Süleyman Çələbi Əfəndinin sözü ilə, kəlamı ilə desək, Ya Muhammed gəl, mən sənə aşıq olmuşam, cümlə xalqı sənə bəndə qılmışam. Bütün xalqın ona bəndə olması, Allahu Teala'nın da onu özünə məşuq seçməsi, Allahın ona aşıq olması bir insanın fövqəl-adə bir bəşər olmağından xəbər verir. Necə ki, alimlər buyururlar ki, Muhammed sallallahu aleyhi və səlləm insanlar kimi bəşərdir, amma onun bu bəşər olmaq sifəti insanlardan fərqlənir. Necə ki, almaz da daşdır, amma almaz digər daşlar kimi daş deyildir. O səbəbdən də Hz. Peyğəmbərimiz Əleyhisselamın şəxsiyyəti, onun Peyğəmbər olması, onun kimliyi ətrafına insanların pərvanənin işığın ətrafına toplanması kimi toplanmasına səbəb oldu. Hz. Resulullah Aleyhisselatü Vesselamın adına, naminə, onun yoluna, mallarından, ailələrindən, vətənlərindən və ən əziz şirin nemət olan səhhətlərindən və canlarından keçdilər. Və onunla bərabər olmağı gözə aldılar. Ondan ayrılmağı ən böyük dərdsər, fəlakət bildilər. Həzrət Peyğəmbər Aleyhisselatü Vesselam Məkkə-i Mükerrimədən Mədinəyə hicrət edəndə evlərini, vətənlərini, yurdlarını tərk edərək onunla bir yerdə olmağın adına Məkkə-i Mükerrimədən Mədinə-i Münəvvərəyə hicrət etdilər. Və Peyğəmbər Aleyhisselatü Vesselamla bir yerdə olmağın naminə Peyğəmbər hansı döyüşdə oldularsa canlarını fəda vermək üçün onun yanına gəldilər. Onunla oldular. Və bu 1400 il İslam tarixində nə qədər insanlar bunun həsrətini çəkdilər, bunu arzu etdilər ki, kaş ki Taifdə atılan daşlar biz onunla bir yerdə olsaydı, bizə dəysəydi. Kaş ki Uhudda ona atılan oxlar biz onunla olsaydı, bizə dəysəydi. Kaş ki o zireh
Peyğəmbərlə İslamın üzünə çırpılanda, onun mübarək üzünə zirehin halqaları batanda, kaş ki o zireh bizə dəysəydi, kaş ki onunla bir yerdə olsaydıq. Və nə qədər insanlar vətənlərindən, ailələrindən ayrı düşərək, varlarından, dövlətlərindən imtina edərək, Muhammed Mustafa Aleyhisselatü Vesselam'la bir yerdə olmağın arzusuyla tərk-i vətən oldular. Salman-ı Farisi kimi, Əbu Zər-i Xiffari kimi çox sayda sahabe-i güzin uzaq vətənlərindən gələrək Hz. Resulullah'a qonşu olmaq, onunla bir yerdə olmağın sevincini yaşadılar. Sahabe-i güzin, Peyğəmbərimizin əshabı, o şəxslər ki, Peyğəmbər Aleyhisselam onlara xitabən deyirdi ki, siz bir qayanın kənarında durub, hər an oradan düşüb məhv olacaq bir haldaykən mən sizi o qayanın kənarından sizin qurşaqlarınızdan tutaraq çəkən bir Peyğəmbərəm. Və bunu bilən sahabələr nəinki qurşaqlarını Peyğəmbər Aleyhisselamın əlinə verdilər. Könüllərini, taleylərini, bəxtlərini, gələcəklərini, var dövlətlərini, oğul uşaqlarını Peyğəmbər Aleyhisselamın namına, onun yoluna qurban verdilər. Bunu ən yaxşı başa düşən, ən yaxşı anlayan, bütün varlıqları ilə özlərində hiss edən insanlar əlbəttə ki, ən birinci, ən öndə gələnləri Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ı görən, onun şirin sözlərinə qulaq verən, simasına, o nurlu çöhrəsinə baxmaqla münəvvər olan və barələrində Qur'an-ı Kərimdə ayələr nazil olan sahabələrdir. Peyğəmbərimiz Aleyhisselatü Vesselam da bir bəşər olduğundan əlbəttə ki, kullu nəfsin zaiqatul mevt, bütün canlılar ölümü dadacaqdır. Ayə-i Cəllənin sirri ilə dünyadan köçəndə, bəli, Peyğəmbər Aleyhisselam vəsiyyət edir. Deyir ki, Peyğəmbərlər harada ölürsə orada dəfn olunur. Və Həzrəti Əbu Bəkir onu evinin içində, yaşadığı yerdə, öz otağında dəfn olunmasını məsləhət bilir. Həzrəti Əli Peyğəmbər Aleyhisselatü Vesselam'ı qusl edir, kəfən edir. Həzrəti Əbu Bəkir Peyğəmbər Aleyhisselatü Vesselam'ı qəbrə qoyur. Sahabe-i güzün göz yaşları tökür. Həzrəti Fatimə anamız onun hicranı ilə 6 ay evində, Darül Hüzündə atası için yas tutur, ağlayır. Ondan ayrılığı bir hicrandan, məsligindən ayıla bilmir. Amma Həzrəti Peyğəmbər Aleyhisselatü Vesselam'a aşıq olan Həzrəti Əbu Bəkir 2 il xilafətdən sonra o da Peyğəmbər Aleyhisselatü Vesselam kimi dünyadan ahirete köçür. Amma onun bir dərdi, bir fikri var idi. Peyğəmbər Aleyhisselam'la dünyada bir yerdə olduğu kimi vəfat etdikdən sonra yenə onun yanında olmaq. Nübüvvətdən, bəsətdən əvvəl də Peyğəmbər Aleyhisselam'ın yanında. İslam zuhur etdikdən sonra Peyğəmbər Aleyhisselam'la bir yerdə. Peyğəmbər Aleyhisselam Me'racdan qayıtdıqdan sonra onun me'racını hamı inkar edirkən təsdiq edib onun yanında olan Həzrəti Əbu Bəkir və Peyğəmbər Aleyhisselam hicrət edəndə onunla bir yerdə hicrət edərək Qur'an-ı Kərimdəki ayə ilə sanisneyn 2'nin ikincisi olmaq və vəfat edəndə yenə onun yanında olmaq və özü də dünyadan ahirete köçəndə bir fikir, bir düşüncə.
Hz. Peyğəmbər əleyhissalamın yanında olmaq. Hətta kitablarda yazır ki, vəsiyyət edir. Məniğusul kəfən etdikdən sonra cənazəmi Peyğəmbər əleyhissalamın hizasına, dəfn olunduğu otağın qabağına gətirin. Və deyin ki, yar-ı qarin, mağara dostun, sənin Siddiq Əkbərin, Əbu Bəkir sənin yanında dəfn olmaq istəyir. Qabul edirsənmi? Əgər əlamət olsa, qabul etsə, məni onun yanında dəfn edin. Və dediyi kimi edirlər və Peyğəmbər əleyhissalatu vesselamın otağında qapı açılır, içəridə heç kim yox ikən qapı açılır və Peyğəmbərimiz əleyhissalatu vesselam mənəvi bir işarətlə onu yanında dəfn olunmasına icazə verir. Amma qəbir necə qazılır? Peyğəmbər əleyhissalamdan bir qədər aşağı, sağ tərəfinə, yəni başı Peyğəmbər əleyhissalamın ayağına gələcək bir şəkildə. Dünyada onunla bir yerdə olan Əbu Bəkir, qəbirdə də, bərzəx aləmində də öz sevgilisi, öz dostu ilə bir yerdədir. Həzrəti Ömər İbnül Xəttab radiyallahu anh Peyğəmbər əleyhissalatu vesselamla bir yerdə olmağın böyük bir devlət olduğunu bilən insan, qızı Həfsa anamız, Ömərin qızı, Peyğəmbərimiz əleyhissalamın həyat yoldaşı, zəvcəsi. Deyir ki, bir günləri atam Peyğəmbər əleyhissalamın yanına gəldi. Və Peyğəmbərimiz əleyhissalama təmənnidə bulundu ki, məni Allah-u Teala'dan istə ki, duası məqbul olan qullardan olum. Çünki dua silahul müminin. Dua müminin silahıdır, mənəvi gücüdür. Dua ibadətin yağıdır buyurub Peyğəmbərimiz əleyhissalatu vesselam. Duası müstəcəb olmaq, duası müstəcəb olan bir qul olmaq böyük saadətdir. Və Peyğəmbərimiz əleyhissalatu vesselam Həzrəti Ömərin bu təmənnisinin üzərinə əl açıb, yerin göyün sahibi olan Allahdan Həzrəti Ömər üçün dua edir və buyurur ki, Allahümmə cəal Ömər ibn-i Xəttab müstəcəbəd dəva. Ya Rəbbi, Xəttabın oğlu Ömər duası müstəcəb olan bir şəxs olsun. Onu belə bir nemətlə mükafatlandır. Və bu duanı alan Həzrəti Ömər dünyanın ən saadətli saadət sahiblərindən biri olubdur. Duası məqbul olan Həzrəti Ömər bu duadan sonra belə bir nemətə qovuşduqdan sonra dua edərək nələr istəyərdi, Allah ona nələr verərdi. Amma Həzrəti Ömərin duasını müstəcəb olan Həzrəti Ömərin belə bir neməti hansı yolda sərf edir? Allaha dua edir ki, bundan sonra bütün ibadətlərində belə dua edib Allahdan niyaz edir ki, Allahümmə rzuq şəhadətən fi səbilik və məvtən fi bələdi rasulik. Ya Allah, məni sənin yolunda şəhid olmağı mənə nəsib et və Peyğəmbər əleyhissalam bəldəsində ölməyi müyəssər qıl. Hamımız öləcək. Amma ölməyin ən yüksək məqamı olan şəhidlik məqamı. Duasının müstəcəb olmasını da ən gözəl şəkildə dəyərləndirən bir zat Həzrəti Ömər nə deyir? Deyir ki, məni Allah yolunda şəhid olanlardan et, bununla məni şərəfləndir və Peyğəmbər əleyhissalamın bölgəsində, bəldəsində, yanında ölməyi, dəfn olmağı nəsib və müyəssər et. Və Həzrəti Ömərin duası qəbul olur. Qızı Həfsa deyir ki, İslam bütün cihana yayılıb, Məkkədə artıq
mücadilə ediləcək nə kafir, nə də düşmən qalmayıb. Mənim üçün maraqlı idi ki, israrla atamın Allahdan şəhid olmaq diləməsi necə yerinə yetirəcək və bir gün Həzrəti Ömər Peyğəmbər əleyhissalatu vesselamın mehrabında namaz qılarkən bir Firuz adında Farisi münafiq kafir tərəfindən başından, kürəyindən zərbətlənir, qarnından vurulur və yerə yıxılır. Peyğəmbər mehrabında. Və Həzrəti Öməri evinə gətirirlər. Ona süt verirlər, içmiş olduğu süt bədənindən bayıra axır, qarnından. Həzrəti Ömər, yəni həm özü, həm ətrafındakılar bu zərbədən sağ qalmayacağını bilir və ətrafdakılar anlayır. Oğlu Abdullahı Həzrəti Ayşənin yanına göndərir. Ayşə Peyğəmbər əleyhissalamın həyat yolda zəvcəsi və Həzrəti Əbu Bəkirin qızı. Təmənnisi, duası nədir? Təmənnisi, duası çox şeylər ola bilər. Özümdən sonra oğlumu xəlifə elan edirəm. Özümdən sonra məni filan yer dəfn edin, üstünə böyük bir məqbərə də tikin və s. kimi. Amma Peyğəmbər aşığı olmaq nə deməkdir? Oğlunu Həzrəti Ayşənin yanına göndərir. Deyir ki, get onun yanına, salam ver və ona de ki, və möminlərin əmiri Ömər məni göndərdi demə. Çünki mən artıq möminlərin əmiri deyiləm. Çünki artıq əmirlik funksiyasını yerinə yetirmirəm. Mən cavabı Ömərəm və de ki, Ömər səndən xahiş edir. Peyğəmbər əleyhissalam dəfn olan otaq, yanında Həzrəti Əbu Bəkir, onun yanında boş bir yer var. O yeri mənə versin. Məni sevgili Muhammeddən və dostum Əbu Bəkirdən ayırmasın. Və oğlu Abdullah Ayşə anamızın yanına gedir və salam verir və deyir ki, Ömərin sənə, atamın sənə salamı var və səndən bunu təmənni edir. Həzrəti Ayşə belə deyir. Vallahi mən Rasulullah'dan eşitdim. La nebiyyi ba'di ləkənə Ömər. Bəndən sonra Peyğəmbər gəlməyəcək. Əgər gəlsəydi Ömər gələrdi. O yeri özüm üçün saxlamışdım. Çünki onun otağıdır. Həzrəti Ayşənin otağıdır. Həzrəti Ayşə onun barəsində Qur'anda ayət olan, Allahın müdafiə etdiyi, paklığını elan etdiyi bir xanım, sahabədə Əhl-i Beyt nümayəndəsidir. Peyğəmbər əleyhissalatu vesselamın Hümeyrə demiş olduğu, insanların içərisində mənə ən sevgili Ayşədir demiş olduğu və Cəbrail əleyhissalamın onun otağına vəhiy gətirməyinə şahid olan bir xanımdır. Peyğəmbər əleyhissalam onun qucağındaykən başı vəfat eləyən bir mübarək xanımdır və onun otağında dəfn olunan bir xanımdır və otaqda Həzrət Rasulullah, onun yanında Həzrəti Əbu Bəkir, onun da yanında hər hal ki özünü silə, çünki öz otağıdır. Amma Həzrət Ömər istədiyindən öz yerini ona tərcih edir. Həzrəti Ömər Peyğəmbərlə bir yerdə olmaq istəyir. Və Həzrəti Öməri radiyallahu anhi Həzrəti Rasulullah aleyhissalatü vesselamın yanına dəfn edirlər. Bu sahabələrin, Peyğəmbər aleyhissalamın, sahabe-i güzinin Peyğəmbər aleyhissalam bir yerdə olmağı, həm dünyadaykən, həm də ahirətdəykən onunla bir yerdə olmağa şövqlə, canla, başla arzu etməklərinin və dualarının bu istiqamətdə müstəcəb olmaqlarının bir əlamətidir. Və onlardan sonraki zamanda da
1400 il İslam tarixində də Peyğəmbər aşiqləri Həzrət Rasulullah Aleyhisselatü Vesselam'ı görmək, onu arzu etmək, onunla bir yerdə olmaq, onun yanında dəfn olmaq arzusu ilə bəldələrini, vətənlərini tərk edərək onun yanına gəlmək, onların yaşam amallarının ən ümdə arzusu idi. Tarixdən bir neçə örnək verəcək olsaq, Qafqaz Qartalı adı ilə məşhur olan İmam Şamil, Dağıstanın ucqar kəndlərinin birisində anadan olub, cavanlığını İslam bölgələrində, cümlədən Bağdadda oxuyaraq təhsil eləyib, tamamlayıb, ömrünün 25 ilini işğalçılara qarşı mübarizədə keçirdib və işğalçılar onun vətənini işğal etdikdən sonra Məkkədə, Mədinədə ölmək arzusu ilə Peyğəmbər Aleyhisselama qonşu olmaq muradı ilə Məkkəyə gəlir. Kəbəni ziyarət edir, Mədinəyə gəlir. Peyğəmbər Aleyhisselatü Vesselamın qəbri saadətini ziyarət edir. Burada danışılacaq deyəcək sözlər çoxdur, amma lazım olan o məqamı, mövzumuza uyğun olan məqamı zikr etmək istəyirəm. Və nəhayət ömrünün sonunu Mədinədə yaşayır ki, əgər ki, ölüm ona Mədinədə yetişsə, Peyğəmbər Aleyhisselama qonşu olsun, orada dəfn olsun və vəfat edir. Peyğəmbər Aleyhisselamın qızlarının yanında, Peyğəmbər Aleyhisselamın qəbrindən bir 100 metr kənarda olan Bəqiyə qəbristanlığında Əhl-i Beyt civarında, oradakı İmam Həsən, İmam Muhammed Baqir, İmam Cəfər Sadiq və Peyğəmbər Aleyhisselam qızları mədfun olan yerdir. Orada dəfn olur. Bugün də Peyğəmbərin qonşusudur. Əslən Azərbaycanlı olan, hazırda Dağıstanın Dərbəndin Rükeli kəndindən olan Əhməd Həmdi Rükeli Həzrətləri 1800-cü illərin sonu, 1900-cü illərin əvvəli Dağıstanda qarşılıq olanda vətənini tərk edir. Elm dalınca, irfan dalınca Məkkə Mədinəyə gedir. Və cavan yaşında Peyğəmbər Aleyhisselatü Vesselamın qəbrinin türbədarı olur, yəni xidmətçisi olur. Bugünləri Saudiya devlətinin kralının titullarını sayanda Xadimül Hərəmeyn Şərifeyndir. İki müqəddəs yerin xidmətçisi adıyla özlərini təqdim edib və bunu iftixar duyaraq deyirlər. Və elə bir Peyğəmbər Aleyhisselamı qonşuluq edir. Peyğəmbər Aleyhisselamın qəbrini elə bir yoldaşlıq eləyir ki, kitabda yazır, Şeyx Əhməd Peyğəmbər qəbrinin türbədarı, Peyğəmbər qəbrinin sağ canibində oturub, Qur'an-ı Kərim tilavət edərkən, Peyğəmbər Aleyhisselam gözünə görsənir. Şeyx Əhməd, heç halimdən xəbərdar mısan deyərək, Həzrəti vəfatından 100 illər keçməyinə baxmayaraq, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm Əhməd Həmdi Rükeli Həzrətlərinə xitab edir və aralarında bir nurani söhbət olur. Yaman Dədə adında Türkiyədə bir Peyğəmbər aşiqi zat. O, bəlkə də bizim hamımızın dilindən, tamamımızın dilindən, Peyğəmbər aşiqlərinin dilindən bir şeir yazıbdır və Həzrət Rasulullahın yanında olmağın hicranını bu sözlərlə ifadə edibdir. Deyir ki, nə dövlətdir yubub eşqinlə göz rahində can vermək? Nəsib olmazmı sultanım hərəmgahında can vermək?
Sönerken gözlerim asan olur ahında can vermek. Cemalınla ferahna get ki yandım ya Resulallah. Peygamber aleyhissalatü vesselamın qəbrini, türbe-i saadetini, rövzəsini ziyaret etmek ve onun qəbrinə yaxın bir yerde ölmek ve ölürken Peygamber aleyhissalatü vesselamı görmek ve görürken de son nefesinde ah diyerek can vermek nasip olmaz mıdır mənə ya Resulallah? Yandım, sen hicranınla yandım ya Resulullah diyerek belki de hamımızın içinde olan o eşki orada terennüm edir. Keçən əsrin 20-ci əsrin mübarək, fəzilət sahibi insanlarından birisi Türkiye'de yaşamış, Türkiye'de doğulmuş ama Medine'de vefat etmiş Sami Efendi Hazretleri. Ömrünün sonunu Medine-i Münevvere'de yaşamak, eşkin sultanı Hazreti Peygamberimiz Aleyhisselam'a qonşu olmak, onu hissetmek, peygamberde fena olmak, onun yanında ölmek, onun yanında defn olmak arzusuyla xəstəliyinə rağmen, qocalığına rağmen, maddi sıxıntılara rağmen Medine-i Münevvere'de yaşayır. Ve arzusu, dileği, mətləbi, isteği hasile getir. Vefat edir Medine-i Münevvere'de. Bizim mafeler kimi yanları ve üstü olan bir mafe yoktur orada. Sade bir taxtada kefenlenmiş halde koyurlar. Ancak qadın olsa üstü örtülür. Ve orada definde iştirak eden, onu seven, onu tanıyan, onu bilen, onun da bir eşk sultanı, mühebbet sultanı olduğunu bilen insanlar, onun defin merasiminde iştirak edenler, onun cenazesinin evinden çıkarılıp yanındaki o Şeyh Şamillerin defin olduğu Bəqi qəbristanlığı defn etmek için Peygamber türbe-i saadetinin yanından keçirirken Peygamberin yanında ayak uzatmamak için ölümüne rağmen türbe-i saadetin tuşunda cenazenin Sami Efendi'nin ayaklarını yığdığını definde iştirak edenlerin tamamı görmüş olur. Ve eşk elə bir nurdur ki, o bir insanın qəlbinə düşsə, güneş her yeri ışıqlandırdığı kimi, qəlbdəki eşkin güneşi insanın bütün hüceyrələrinə, bütün organlarına, bütün varlığına dolur ve bütün əzası nur olur. Ve nur olan bir zat, imanın şöylesi, varlığını tamam tutan bir zat qəbirdə çürümür. Ve neçə illərdən sonra oranın adetidir. Çürüyen qəbir tamam çürüyür, gedir, daha doğrusu meyyit qəbrin içinde ve o qəbirə sonradan başka cenazəni defn edirlər. Ve onun iller sonra, çok iller sonra qəbrini açıp ora başka birisini defn etmek arzu eden de Sami Efendinin qəbirdə çürümediğini, kefenin de təptəzə üstünde kaldığını görürler. Bu mümkün olası bir şey değildir. Ama bu Peygamber'e aşık olan bir kimsenin eşkin sultanı Muhammed Mustafa'ya hissetmiş olduğu o niskilin, o bağlılığın terennümüydü. Bəli, Allah Peygamberimize Habibim deyibdir, sevgilim deyibdir. Sahabe-i güzün Peygamberimize fedaun leke ummi ve abi ya Resulallah. Canım, atam, anam sana feda olsun ya Resulallah diyerek onu sevmek, onunla bir yerde olmağı bu misallarla, ondan sonraki zamanda olan hadiselerle size ərz ettim. Ve budur. Peygamber Aleyhisselatü Vesselam'la bir yerde olmağın mevsimi Ramazan ayı.
Əlimizdə bir fürsət. Bunu dəyərləndirməyə Allah bizə nəsib etsin. Necə? Bəli. Bizə namaz qıl, bizə oruç tut, Allahı zikr et, Allahla arandakı sevgini, ünsiyyəti, mühəbbəti pozacaq işlərdən uzaq dur deyən Peyğəmbər Aleyhisselatü Vesselam kimi olmaq, onun kimi oruç tutmaq, onun kimi namaz qılmaq, onun kimi olmaq. Ramazan ayında onun kimi olmaq fürsəti. O bizə öyrətir bunların hamısını. Həzrəti Əli və Peyğəmbər Aleyhisselam bir meclisdədirlər və Həzrəti Rasulullahın çox lətif olan zərifətləri var idi. Yəni, zarafat deyirik biz ona. Zərif yanaşmaları, təbəssüm doğuracaq və düşündürəcək. Sahabe gözünün içində Fəxri Kainat Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Həzrəti Əliyə xurma verir. Hansı ki, Ramazan ayıdır və hamda orucdur. Və xurmanı verir, bunu ye deyir. Həzrəti Əli, Həzrəti Rasulullahın əlindən düşünmədən, tərəddüd etmədən, sual vermədən xurmanı alır və yemək üçün ağzına aparanda Peyğəmbər Aleyhisselatü Vesselam oruçsan, sən xurmanı necə yiyəcəksən? Oruc olmağın yadından mı çıxdı yəni? Həzrəti Əli hər birimizə örnək olacaq bir cavab verir. Ya Rasulullah, sənə canım fəda olsun, orucu tut deyəndə sənsən, aç deyəndə sənsən, bizim bu işlərdə bir fikrimiz yoxdur ki. Bəli, Peyğəmbər Aleyhisselam'a aşıq olan insan, Peyğəmbər Aleyhisselamın nurunda qərb olan insan, Peyğəmbər Aleyhisselamı canı könüldən bütün varlığı ilə bağlı olar. Mən necə namaz qılıramsa eləcə namaz qılın deyən Peyğəmbər kimi eləcə namaz qılar. Orucu bu şəkildə tutun deyən Peyğəmbər Aleyhisselam kimi oruclarını tutar. Hər nə qədər nəfsi arzu etməsə də, amma zəkat verəcək qədər malı olan adamlar tərəddüd etmədən mallarının zəkatlarını verərlər və heç uf da deməzlər və hətta canlarından belə keçərlər. Biz bunu Peyğəmbər Aleyhisselamın nəslindən gələn və digər bizim əziz vətənimizin istiqlalı, ərazi bütövlüyü və devlətimizin bəqası, millətimizin salamatçılığı üçün canlı verən Mübariz İbrahimov kimi və digər şəhidlərimiz kimi Allah ruhlarını şad eləsin. Bu Ramazan ayında əziz və kirami mərtəbələri onları ucaltsın. Onlar da bunu öz həyatlarında La ilahe illallah Muhammedur Resulullah aleyhisselam deməklə bu sevgini nümayiş etdirdilər. Həzrəti Osmandan bir misal çəkmək istəyirəm. Necə ki, Həzrəti Əli Peyğəmbər Aleyhisselatü Vesselamdan ayrı qalmağın hicranı ilə Küfədə mihrabda başına qılınc deyəndə Kəbənin sahibi Allaha and olsun, dincəldim. Allaha vasıl olmaq, qovuşmaq, Peyğəmbərimizə, sevgilisinə qovuşmaq üçün təşəkkür mahiyyətində bu ifadəni zikr etdi. Həzrəti Osman da evində mühasirəyə düşür. Ona bu barədə xüsusi müstəqil söhbətimiz olacaq inşallah. Ümmətə bəxş etmiş bağışlamış olduğu quyudan orucunu açmaq, dəstəmaz almaq imkanı vermədilər. Onu evində həbs etdilər və o da oruç tutdu. Günlərlə susuz, ac oruç tutan Həzrəti Osman Peyğəmbər Aleyhisselatü Vesselamı gördü. İmam Suyutinin yazmış olduğu xəbərə görə ayıqda, əksər kitablarda yuxuda. Peyğəmbərimiz Aleyhisselam Həzrəti Osmana seçmək hüququ verdi. Ya Osman, əgər
İstəyirsənsə, sən evini mühasirə edən bu üsyançıları, bu asiləri Allah məhv etsin. Əgər istəyirsənsə, indi tutmuş olduğun orucun iftarını mənimlə bir yerdə et. Və Həzrət Osman əlbəttə mal, mülk, vəzifə və s. düşkünü olsaydı, onun yerinə kim olsaydı, öz nüfuzunu bərpa etmək üçün Allahın bir möcüzə edərək Yasin surəsinə buyurur. Seyhətən vahidətən. Sadəcə olaraq bir səslə, bir ildırımla, bir xəstəliklə, bir küləklə Xəndək müharibəsində kimi onları məhv etmək, fil ordusu kimi qaranquşlarla, əbabillərlə məhv etmək mümkün ikən Həzrət Osman Peyğəmbər əleyhissalamla iftar etmək, Peyğəmbər əleyhissalama qovuşmaq, fənafir rəsul olmağı qəbul etdi. Və bu yuxudan sonra, bu zuhuratdan sonra evin qapısı var ikən divarını delərək asilər evə hücum etdilər. Hər bir adamın, hər bir qocanın, hər bir xəstənin, sonra 80 neçə yaşında Həzrət Osman kimi bir adamın evində ayaqlarını uzatıb ölməsi bəlkə də lazım ikən, arzusu ikən Həzrət Osman doğranaraq şəhid olmağı və Peyğəmbər əleyhissalamla iftar etməyi qəbul etdi. Budur eşqin nümunəsi Həzrət Osmanın timsalında. Allah ondan razı olsun. Və bu qədər misallar və xəbərlər sizə ərz etdikdən sonra siz möhtərəm cəmaat-ül müsliminə, əziz qardaş bacılarımıza dünyadaykən onun yanında olmasaq belə cənnətdə, axirətdə onunla bir yerdə olmağın şansı vardır desəm, əlbəttə ki, xoş qarşılayarsınız. Çünki hissədə sizin barənizdə mən hüsnü zənn edirəm. Hüsnü zənn edirəm ki, siz də Peyğəmbər aşiqsiniz, bunu arzu edərsiniz. Peyğəmbər əleyhissalatu vesselam bu mübarək Ramazan ayında bir devləti, bir neməti bizlərə ərz edir. Və buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm Hadara meclisen el-ilmi fi Ramazana. Bir şəxs Ramazan ayında bir elm meclisinə hazır olsa. Hadara meclisel ilmi fi Ramazana. Ramazan ayında bir elm meclisinə hazır olsa, getsə, qulaq assa, fazla elm meclisindəyik. Qulaq asırsınız, paylaşırsınız, istifadə edirsiniz. Mənim üçün də savabdır, sizin xidmətçinizəm. Siz savabdır, qulaq asırsınız. Nə olar? Kətəbəllahu bi kulli qədəmin ibadə. İmkandırsa o elm meclislərinə getmək. Ramazan ayında harda elm meclisi var, sonra getmək. Bu alimin söhbətində iştirak etmək. Amma imkan yoxdursa da, amma əlimizdə bu imkanlar, bu texnikanın vasitəsilə evimizdə elə onu səhifəyə abunə olmaq, onu axtarıb tapmaq, ona qulaq asmaq, vaxtını buna sərf etmək. Bu da düşünürəm ki, qədəm alıb, o meclisi, elm meclisi axtarıb tapıb, oraya getmək qədər olmasa da, ondan bir cüz, ondan bir ləma, ondan bir şölə olar deyə düşünürəm. Nə olar? Kətəbəllah bi kullu qədəmin ibadə sənətin. Bir il ibadət etmiş qədər atmış olduğu hər addıma Allah-u Teala savab yazar. Və yəkunu yevməl qiyaməti, o adam olacaqdır qiyamət günündə. Nə olacaqdır? Gəldik mövzumuzun, məsələmizin can alan yerinə, eşqin mərkəzinə, söhbətimizin özünə. Və o adam qiyamət günündə nə olacaq? Yevməl qiyaməti mə'i təhdə ərş. Ərşin altında mənimlə bərabər olacaqdır. Bəli, buyurun, Ramazan ayı
oruclar, iftarlar, sahurlar, təravihlər, zikirlər, Qur'anlar və elm meclisi Peyğəmbər əleyhissalamla ərşin altında bir yerdə olmaq. Hətta bilirsiniz, başqa bir hədis dedik, İbrahim Peyğəmbər əleyhissalatu vesselamla diz-dizə olmaq. Nə böyük nemətdir, nə böyük saadətdir. Hansı ki, kafirlər orada qiyamət günündə, cəhənnəmdə şeytanlarla bir yerə buxovlanacaq. Dünyanın ən ifunətli, ən eybəcər məxluqları qaranlıq cəhənnəmdə və ona bağlanmış, zəncirlənmiş halda ha vaxt hara hücum edəcək, ha vaxt sənə harada nə görsənəcək, ha vaxt sənə onun odlu nəfəsi toxunacaq, bilmədiyin belə bir dəhşətli hal var ikən, dünyada sən cavanlığını qiymətləndirdin, fürsəti əldən vermədin. Yaşlı ikən, keçmişdə əldə fürsət yox ikən, bu yaşa gəlib çatmışkən, əlində bu fürsət var ikən, Muhammed Mustafa'nın eşqinə qərq oldun. Ramazan ayını layiqincə, lazımınca tutmağa cəhd etdin. Və budur. Qiyamət günündə Peyğəmbər əleyhissalamla ərşin kölgəsində bir yerdə olmaq şansı sənə verilmişdir. O ərş ki, bütün insanlar məhşər meydanında tərlərinin göllərinə batmış ikən, sənin Peyğəmbər əleyhissalatu vesselamla yan-yana olmaq, onun nurlu üzünə, şirin sözünə baxmaq, eşitmək, onunla bir yerdə olmaq şansı sənə verilmişdir. Ya ilahi, ol Muhammed haqqı üçün, ol şəfaətkanı Əhməd haqqı üçün, gözü yaşı haqqı üçün aşiqlərin, bağrı başı haqqı üçün sadiqlərin, biz günahkar, asi, mücrim qulları əfv eləsən, çün günahlardan bəri.